Bugün mən paxlalı, cüyütlü aş dəmləyəcəm. Yəqin ki, hamınızın xoşunuza gələr. Buyurun, izləyin. Qaynayır. Biraz duz əlavə eləyirəm. Suyum da qaynayır, gözəl. İndi düyünü bura töküb pişirəcəm. Xanım, burada mənim 1 kilo düyüm var idi. Bu 1 kilo düyünü tökürəm qaynamış suyun içinə. Dəstə çüyüdü təmizlədim, yudum. İndi isə doğrayıb hazır qoyuram. Çox xırda da olmaz, iri də olmaz. Çünki bunu xırda doğrasan lap balaca qalacaqdır. Biraz iri doğrayın. Bax belə. Xanımlar, suyum qaynayır. Həm də çox gözəl qaynayır. Qabaqcadan hazırlanmış paxlamı təmizləmişəm, ayırtlamışam. İndi düyünün pişməyinə çox az qalıbdır. İndi paxlanı tökürəm. Əziz izləyicilərim, indi mən düyüyə baxıram. Düyü əlimdə belə qırılırsa, bəli, qırılır. Artıq bunu süzməyin vaxtı çatdı. Xanımlar, mən qazan dibinə yağ tökdüm ki, yapışmasın. Biraz düyü, biraz çüyüt. Beləliklə davam edirəm. Yenə düyü, çüyüt axıra qədər, düyü bitənə qədər bu minvalla bax belə davam edirəm. Çox gözəl, ləzzətli bir pilav olacaqdır. Xanımlar, mən burada sliviçin yağı böyle kubik doğradım. Üstündən belə əlavə edirəm və ağzını gözəlcə örtəcəm. Dəmlənsin. Xanımlar, hazır olanda da yenə də boş qaba çəkib göstərəcəm. Buyurun xanımlar, ağzında örtürəm. Baxın. Aşımız hazırdır. Ətri evi bürüyübdür. Baxın, düyüsü də dəndəndir. Görürsünüz, xanımlar. İndi mən onu boş qaba qoyacağım, çəkəcəm, siz də baxın. Mənim aşım hazırdır. Məndə evdə quzu əti var idi. Mən onu ayrı pişirmişdim. Bu aşı belə boş qaba düzəndən sonra adam var sadə xoşlayır, adam var ətlə xoşlayır. Buyurun, göz haqqınızı halal eləyin. Mən bunu ətlə də elədim. Yəni sadə də yemək olar. Hanımlar, mənim evdə quzu ətim var idi. Mən əti ayrı pişirdim. Elə adam var sadə xoşlayır, elə də adam var ətlə. Mən ətlə elədim bu günləri. Göz haqqınızı halal eləyin, abunə olub, like atmağı unutmayın. Bir də yorumlarınızı yazın, zəhmət olmasa. Çox sağ olun, nuş olsun.